Salamlar hər kəsə. Birinci məktəblər arası astronomiya olimpiyadasının suallarına baxacağıq bu günü. Hansı suallar verilibdir? Birincidən başlayaq. Birinci sual: aşağıdakı variantların hər birində bəzi astronomik hadisələr şəkil və ya şəkillərlə göstərilib. Həmin hadisəni müəyyən edərək 3-4 cümlə ilə izah edin. Birinci şəkil A variantı. Aşağıdakı şəkil gecə vaxtı açıq səma uzun müddət müşahidə olması ilə qeydə alınıb. Şəkildə nə gördüyünüzü izah edin. Birinci şəkildə gördüyünüz nöqtələr, ulduzlar, qalaksilər və yaxud yəni səma cisimləri olaraq görünür. Gördüyünüz bu belə xəttlər, belə uzun da olsa, bu xırda xəttlər isə bunlar isə meteorları göstərir. Dünyaya əslində hər dəfəsində çox balaca meteorlar dəyir. Əslində atmosferdə yanaraq isə belə şəkillər əmələ gətirir. Ona görə də gördüyünüz bu xəttlər meteorların qalıntı kimi də demək olar. Yəni bu cürə izah vermək olar. İkincisində B variantında şəkildə aşağıdakı şəkildə gördüyünüz səma cisimlərini yazın. Şəkildə baş verən hadisəni qeyd edin. Birinci şəkildə iki obyekt insan gözünə dəyir. Birincisi gördüyünüz kimi Saturn halqası ilə seçilir. İkincisi isə gördüyünüz kimi Ay kraterləri ilə Ay seçilir. Burada baş verən hadisə örtülmə, okkultasiya hadisəsi deyilir. Okkultasiya hadisəsi. Buraya yazım. Bura okkultasiya hadisəsi deyilir. Okkultasiya hadisəsi isə yəni Ay hərəkət edərkən Saturnun müvəqqəti olaraq örtür və müşahidəçiyə elə görünür ki, planet Ayın arxasından yoxa çıxır. Yəni elə bir şəkil insan perspektivindən elə bir şəkil görünə bilir. Yəni B variantında isə belə izah vermək olar. C variantında aşağıdakı şəkillər hər birinə eyni səma cisimləri göstərilib, amma şəkillər müxtəlif vaxtlarda çəkilib. Şəkildə nə gördüyünüzü izah edin. Gördüyünüz şəkildə Günəşdir. Gördüyünüz bu ağ Günəşdir. Çünki teleskopların xüsusi növləri ilə Günəşə baxanda bəzən Günəşin qabağından keçən gördüyünüz bu xırda nöqtələri görmək olur. Bu xırda nöqtələr əslində Günəşin ətrafında fırlanan Merkuri və yaxud da ki Veneranı göstərir. Günəşin ətrafında fırlanarkən yəni belə görünə bilir. Yəni belə də izah vermək olar əslində. İkinci sualda belə deyilir. AB cərgənində səma cisiminin növləri və adları qarışıq şəkildə qeyd olunub. Birləşdirəcəyik. Birinci, peyk olaraq Avropa gedir. Avropa deyəndə əslində qitə nəzərdə tutulmur. Avropa Jupiterin ən böyük 4 peykindən biridir. Yəni elə. Sonra peyk başqa Ay gedir. Sonra rəngi dəyişdirmə, qarışıqlıq olmasın. Planet olaraq Neptun gedir. Sonra ulduz olaraq Sirius gedir. Sonra ulduz olaraq Betelgeuse gedir və Vega gedir. Ondan sonra bürc isə Cassiopeia bürcü və Orion bürcü gedir. Ulduz topası əslində yəni Pluşdir. Ulduz topası əslində burada yoxdur. Ulduz topası burada yoxdur. Sonra bir dənə qaldı cırtdan planet. Cırtdan planet isə yəni cüzə planetlərdir nəzərdə tutulur. Ceres və Pluton. Əslində Pluton da keçmişdə planet idi, ancaq 2006-cı ildə Birləşmiş Astronomiya Təşkilatından sonra cüzə planetlər sinifinə daxil edildi. Sonra üçüncü sual. Üçüncü sualda gördüyünüz isə iki eyni A və B sünni peykləri ekvator üzərində sabit dairəvi orbitdə hərəkət edirlər və periodları 4,8 saatdır. A peykin hərəkətin istiqaməti yerin öz oxu ətrafında hərəkət istiqaməti ilə eynidir. B peyki isə əks istiqamətdə hərəkət edir. Toqquşmanın qarşısının alınması üçün orbitlər bir-birindən çox az aralıdır. Müəyyən bir gündə gecə saat 12:00-da yerin ekvator xəttinin üzərində olan müşahidəsi eyni anda həmin peyklərin hər ikisinin tam üzərində müşahidə edir. Bu müşahidəsi həmin yerdə bu hadisəni bir daha ən tez neçə saat sonra müşahidə edilə bilər. Yəni ilk birinci, üçüncü suala baxırıq indi.
Burada cavablar var deməli. Burada yazırıq 3-cü sual. Period deyildi ilk birinci. Period, yəni page. Period page eləyir 4.8 saat. Orada verilmişdi. Period page 4.8 saatdır. Sonra dünyanın periodu isə belə yazılır. Gördüyünüz bu işarə dünya işarəsidir. Elə düşün ki, dairənin içində üstə gəl işarəsi. Bu isə, yəni dünyanın periodu isə 24 saatdır. Yəni bir günü. Ondan sonra burada ilk birinci olaraq bucaq sürətini tapacağıq, yəni omeqanı. Omeqanı burada tapacağıq. Deməli, omeqanın T ilə əlaqəli düsturu, periodla əlaqəli düsturu T-də 2pi olaraq yazılır. Yəni omega dünya, bir dəqiqə. Omega dünya bərabərdir. T 2pi bölünsün T dünya olaraq yazılır. Sonra omega page bərabərdir. T page 2pi. Ondan sonra burada gördüyünüz kimi belə yazırıq. Ondan sonra deyilir ki, birinci AP2 müşahidəsi olaraq, yəni AP2-nin, yəni omega A bərabərdir. Orada deyilir ki, AP2 tapın. Orada omega A bərabərdir. Omega page çıxılsın, omega dünya. Ondan sonra o da bərabər eləyir 4.8, daha doğrusu 2pi bölünsün 4.8 çıx 24, 2pi bölünsün 24 olaraq yazılır. 2pi bölünsün 24 olaraq yazılır. Sonra omega B-ni deyirdi bir də tapın. Omega B-də isə omega page üstə gəlinsin omega dünya olaraq yazacağıq. Burada isə elə bilindiyi kimi 2pi böl 4.8 üstə gəlinsin 2pi böl 24 olaraq yazacağıq. Ondan sonra üst-üstə düşməyi tapacağıq. Həmin peşlərin üst-üstə düşməyi üçün. Orada isə belə yazacağıq. Omega relativistik bərabərdir. Omega B çıx omega A olaraq yazacağıq. Burada isə yazanda omega relativistik eləyir. Bərabərdir. 24-də 4pi 4pi çıxılsın 6pi olaraq yazacağıq. 6pi. Ondan sonra 6pi olaraq yazacağıq. Ondan sonra təbii ki də burada deyirdi ki, ondan sonra bir dənə baxaq suala. Müşahidəni hadisə ən tez neçə saat? Saat deyirsə, onda vaxtı tapacağıq. Yəni T. T bərabərdir. Omega relativistik. 2pi bölünsün omega relativistik. O da bərabər eləyir. Sonra 2pi bölünsün, pi bölünsün 6. Oradan da çıxardanda isə 12 cavabda çıxır. Yəni 12 ən tez 12 saatdan sonra müşahidə edilə bilər. Cavab 12 saat. Üçüncü sual belə getdi. İndi dördüncü sual. Birinci halda M1 və M2, M1 M2-dən böyükdür. Kütlələri 2 neytron ulduzu bir-birinin ətrafında sabit orbitdə hərəkət edir. Aralarındakı məsafə D-yə bərabərdir. İlk birinci bunun şəklini çəkmə ehtiyacı olsa, belə şəkil çəkəcəyik. 2 neytron ulduzu, elə düşünün ki, bu birinci neytron ulduzu, bu da ikinci neytron ulduzu. Öz ətrafında orbitində hərəkət edirlər və kütlə mərkəzi olaraq barisenter burada yerləşir. Barisenter nədir desəniz, kütlənin iki planet, daha doğrusu iki cisim arasındakı kütlənin tarazlaşdığı nöqtəyə deyilir, barisenter. Deməli deyir ki, burada bu ulduzlar V1 və V2 orbital sürətlərini tapacağıq. M1 və M2-dən və D-dən asılı olaraq tapın, yəni asıllığını tapacağıq. Ona belə yazırıq. 4
A variantı olaraq. Yəni 4A variantı bərabərdir. Kütlə şərti olaraq kütlə şərti M1 R1 bərabərdir M2 R2 olaraq yazacağıq. Kütlə şərti olaraq. Buradan R-i tapacağıq. R1 bərabərdir M1 üstəgəl M2. Sürəti isə yazacağıq M2 vurulsun D. Sonra R2-ni tapacağıq burada da. Və eyni ilə M1 üstəgəl M2 M1 vur D olaraq yazacağıq. Sonra gravitasiyasını deyəndə gravitasiyasını sonra tapacağıq. O da eləyəcək D kvadratı G M1 M2 sonra bərabər olur M1 R1 M1 daha doğrusu M1 vurulsun V1 kvadratı bölünsün R1 olaraq yazacağıq. Buradan da sürəti demişdi. Ona görə sürəti tapacağıq. Kvadrat olduğundan kök 6 yazırıq. G M2 kvadratı sonra R M1 yok R yazmayacağıq burada. Üzünü sayın. Burada R yazmayacağıq. Mötərizəsinə M1 M2 vurulsun D olaraq yazacağıq. Bu V1 idi. V2-ni də tapandı isə elə eyni düsturu yazacağıq. Əslində sadəcə G M1 kvadrat olaraq yazacağıq. Fərqli olaraq. G M1 kvadratı mötərizə içində M1 M2 vur D. Yəni deyirdi ki, sürətləri tapın. Onda A variantından cavab bu olacaq. 4-ün A variantında. İndi B variantına nə deyilirdi, ona baxaq. 4-də A variantında, bu 4-ün B variantında. Bu ulduzların fırlama periodlarının M1, M2 və D asılı olaraq tapılır. Fırlama periodu, yəni T-ni tapacağıq. T-nin ümumiyyətcə sürətlə əlaqəli olan düsturu belədir. 2pi T bərabərdir 2pi R bölünsün V. Burada təbii ki də biri tapsaq, onda T bərabərdir. Əsas ümumi düstur olaraq da ki, belə tapmaq olur. Bir dəqiqə. İki pi kök 6 G mötərizəsində M1 üstəgəl M2 sürətli isə D kubu yazacağıq. Yəni cavab olaraq, periyodlu isə cavab olaraq belə olacaq. B variantı. İndi C variantına gələk. C variantına nə deyilir, ona baxaq. İkinci halda C variantında toqquşma baş verməzdən həmən öncə sürətləri nəyə bərabər olar? Cavabı M, R və D olaraq asılı olaraq ifadə edin. İlk baxışda yaxınlaşma prosesi yox, çox yavaş baş verilən orbitləri sabit qəbul edə bilərsiniz. Burada toqquşmadan baş verməzdən əvvəl sürətlər nəyə bərabər olar, onu tapacağıq. Onda burada deməli şey tapacağıq. Birinci başlanğıc enerjini tapacağıq. Başlanğıc enerjini. E bərabərdir. Mənfi G M kvadratı bölünsün D. Sonra son enerjini tapanda isə E bərabərdir. Mənfi G M kvadratı
2R üstə gəlinsin MV2 V1'in MV1 kvadratı olaraq yazacaq. Bərabərləşdirmək lazımdır. Bərabərləşdirəndə isə mənfi CM kvadratı bölünsün D bərabərdir mənfi CM kvadratı bölünsün 2R üstə gəlinsin MV kvadratı. MV kvadratı olaraq yazacağıq. İndi burada V-ni tapın deyirdi. Ona görə V-ni də tapandı isə V bərabərdir kök 6 CM 2R bölünsün 1 bölünsün 2R çıx 1 bölünsün D olaraq yazacağıq. Yəni cavab isə C variantına. Cavab isə bu olacaq. İndi gəlib 5-ci suala. 4-cü sualda belə həll elədik. 5-ci sualda. 5-ci sualda isə radiusu R, kütləsi M olan planetin səthindən ekvator üzərindən orbitə peyk göndərilir. Raketin daşıdığı peykin orbiti səthinə H və hündürlükdə yerləşir. Raket peyklə bərabər kütləsi M-ə bərabərdir. Bu kütlə sabit qalır. Raket minimum hansı sürət atılmalıdır ki, nəzərdə tutulan orbitə yerləşsin? Cavabı M, R və H asılı olaraq ifadə edin. A variantını birinci yazırıq. 5-ci sual. A variantında yenə başlanğıc enerjini tapacağıq. A variantı. Başlanğıc enerjisi olaraq E bərabərdir 2/1 MV kvadratı. Bu arada onu deyim ki, əslində gördüyünüz bu düstur asteroidlərin kinetik enerjisini tapmaq üçün də istifadə olunan düsturlardan biridir. Əlavə məlumat olaraq. Ondan sonra onda belə yazacağıq. Son enerjidə isə MV1 çıxılsın R CM M olaraq yazacağıq. Ondan sonra son enerjini tapanda isə E bərabərdir 2 R üstə gəl 1 sonra CM M olaraq yazacağıq. Burada bərabərləşdirmək lazımdır yenə. 2/1 MV kvadratı çıxılsın R'də CM M bərabərdir mən xırda səhvlik elədim. Burada əslində H olmalıdır. L üstə gəlsin H olaraq yazılmalı. 2 R üstə gəlsin H və sürət isə yazırıq CM. M bölünsün 2 R üstə gəlsin H olaraq yazacağıq. Yəni cavab eləcə də cavab yox, indi burada V-ni tapın deyirdi. V-ni tapanda isə kök 6 2 CM ondan sonra 1 bölünsün R çıx R üstə gəl H mötərizə xaricində 2 yazırıq. Yəni indi cavab olaraq da ki, eləcə də budur. 5-də A variantında. 5-in B variantına baxaq. 5-in B variantına nə deyilir ona baxaq. 5-in B variantında səthindən H qədər yuxarıda sabit
Orbit üzərində hərəkət edən peyki əlavə R qədər daha yuxarı orbitə yerləşdirmək üçün mühərriklər nə qədər iş görməlidir? Cavabı M, R və H-dan asılı olaraq ifadə edin. Tam. İndi isə burada B variantı bərabərdir. Deməli, deyir, R üstəgəl, H üstəgəl, kiçik R olaraq yazılır. Və indi orbit enerjisi burada hesablayacağıq. Orbit enerjisi isə E bərabərdir 2R, yox, 2 kiçik R, Cm. Burada gördüyünüz böyük R dünyanın radiusu, kiçik R isə sadə hansısa bir cismin radiusunu göstərir. Böyük M dünyanın kütləsini, yəni planetin kütləsini, kiçik M isə hər hansı bir cismin kütləsini göstərir. Yəni fərq isə buradadır. İndi burada düstur da belədir. İndi enerji fərqini tapacağıq. Enerji fərqinin düsturu isə W bərabərdir Cm bölünsün 2R üstəgəl H üstəgəl R olaraq yazacağıq. Sonra üstəgəlsin 2R üstəgəl H Cm olaraq tərzinə yazacağıq. İndi burada əsas açılışı yazanda isə W bərabərdir 2 Cm bölünsün 2 orada çıxır R üstəgəl 1 bölünsün R üstəgəl H çıxılsın R üstəgəl H üstəgəl R 1. Yəni cavab olaraq isə belədir. 5-in B variantında cavab olaraq belədir. Enerji fərqinin belə tapılması. İndi gələk 6-cı suala, yəni 5-ci sualın C variantına. Peykin ilk hərəkət etdiyi orbitdə fırlama periodu T1, yeni orbit isə T2 olarsa, T1 bölü T2 nisbətini R və H-dan olaraq asılı olaraq ifadə edin. Burada ilk birinci olaraq Keplerin ikinci qanunu yazacağıq. Keplerin ikinci qanunu, C variantı. Demək, Keplerin ikinci qanunu düsturu belədir. T kvadratı, gördüyünüz bu işarə asıllıq işarəsidir. Asıllıq işarəsi deyilir. T kvadratı asılıdır A kubu. Hətta asıllıq işarəsinin yerinə bərabər yazmaq olar. İkisi də eyni şeydir. Deməli, əslində burada R-i tapandı isə T bərabərdir. R üstü 2-də 3 olaraq yazacağıq. İndi T1, T2 deyirdi. T2-də T1, daha doğrusu T1 bölü T2 bərabərdir. R üstəgəl H üstəgəl R üstəgəl H olaraq yazacağıq. Yəni cavab olaraq isə budur. 5-ci sualın C variantında. Bəli, olduqca çətin məsələlərdən birisidir, amma yenə də yazmaq olar. Çox sağ olun ki, videomu izlədiyiniz üçün. Hələlik.